Sabahdan hər gün 10 söz əzbərləyəcəm. 2 səhifə qrammatik öyrənəcəyəm və bir də film izləyəcəm ingiliscə. İndiyədək neçə dəfə ingilis dilini öyrənməyə çalışdım və yarımçıq buraxdım. 1 gün, 2 gün, 3 gün və sonra davamı gəlmədi. Tənbəl olduğun üçün mü bacarmadığını düşünürsən? Əslində başqa şey var burada. Bir dili öyrənmək üçün doğru bir struktur lazımdır. Benellius'in yanaşması belədir ki, dil öyrənmək hər şey bilmək deyil, öyrəndiklərini əlaqələndirməkdir. Dərslərdə bol-bol sözlər və qrammatiklər öyrədilir. Lakin günün sonunda bunlar bizim əlimizdə dağınıq puzzle kimi qalır. Və biri ilə ingiliscə danışdığın zaman əlindəki o dağınıq puzzleları birləşdirib cümlə qurmağa çalışırsan. Ona görə qərarı aldım ki, danışıq dərslərini mövzular şəklində bölümlərə ayıraraq sıralamaq yerinə gün-gün ardıcıllıqla davam etdirim. Yəni dərslər əlaqəli şəkildə davam eləsin. Bu gün öyrəndiyini sabahkı dərsdə də təkrarlayasan. Söhbət eyni şeyi təkrarlamaqdan getmir. Bura oturması üçün eyni cümlə quruluşunu fərqli şəkillərdə təkrarlamaq lazımdır. Hətta bir lingvist vardı, adı yadımdan çıxdı. Deyirdi ki, struktur olmadan bir dili öyrənmək planlı olmayan bir evi inşa etməyə bənzəyir. İnşa edərsən etməsən, lakin möhkəm olmaz. Bir sözlə struktur yoxdursa, əziyyətin boşa gedər. Yəni ki, yox, sən tənbəl deyilsən.